Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs edilib. Bu barədə Qafqaz-Infoya bloger Nail Kəmərdə məlumat verib. O bildirib ki, Reyhan Baxşıyeva narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib və Yasamal rayon ərazisində saxlanılaraq barəsində cinayət işi açılıb. Qeyd edək ki, daha əvvəl Nizami Rəmzinin qızının Yasamal rayonunun Şərifzadə küçəsində istifadəsiz ərazidəki xarabalıqda acınacaqlı vəziyyətdə yaşaması və narkotik asılılığından əziyyət çəkməsinə dair videolar yayılmışdı. Onu da xatırladaq ki, ustad meyxanaçılardan sayılan Nizami Rəmzi 1997-ci ildə avtomobil qəzası səbəbindən vəfat edib. Nizami Rəmzi 3 dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub. Şairin oğlu Rıza Baxşıyev bir müddət əvvəl həbsdən çıxıb.